Salam mərkəz dostlar, bu videomda istəyirəm sizlərlə istifadə elədiyim kripto birjalar haqqında məlumat verim. Əsasən də komissiyalar haqqında məlumat verim. Xatırladıram ki, bu birjaların hər birində mənim komissiya endirimlərim var. Ona görə də bütün bu göstərdiyim birjaların linkləri videonun altında var. Hansılarda ki, siz xərclədiyiniz komissiyanı məhz linklə qeydiyyat keçdikdə xərclədiyiniz komissiyanı geriyə qaytara bilərsiniz. Bu Refback adlanır və hər 4 birja üzrə mən zaten linkləri yerləşdirmişəm və hər 4 birja üzrə çox böyük refbacklər var. Xatırladıram ki, birjalarda mənim afiliat statusum var və bu statusa görə də daha çox refback eləyə bilirəm. İndi isə gəlin baxaq görək biz hansı birjada nəyə görə nə ödəyirik. İlk növbədə mən Binance birjasından başlayacağam. Bu birjada baxın var trading formaları var, spot var, futures var. Biz əsasən baxacağıq spot, futures, bir də TradeFi üzrə. Spot üzrə bizdə Binance-də vəziyyət nə yerdədir? Gəlin baxaq. Regular userlərə baxacağıq bütün hər yerdə. Çünki bizim heç birimizin 1 milyon dollardan yuxarı balansımız yoxdur ki, VIP1, VIP2 və s. Statuslara keçə bilək. Sadə userlərdə Binance-də spot tradingdə gördüyünüz kimi 1%, yəni lori dildə desək, 1000 dollara 1 dollar, 1000 dollar alışa 1 dollar komissiya və yaxud 1000 dollar satışa 1 dollar komissiya ödəyirsiniz. Əgər siz daha az ödəmək istəyirsinizsə, balansınızda bir miqdar BNB saxlaya bilərsiniz. Bu halda siz 0.075% ödəyəcəksiniz. Yəni bu o deməkdir ki, 1000 dollara siz 75 sent komissiya ödəyəcəksiniz trade etdiyiniz zaman. Bu çox sadə bir şeydir. Mənə gəlir ki, burada çox qalmağın adı da yoxdur və gəlin davam eləyək növbəti məsələlərə. Var USDN Futures, yəni bilirsiniz bir çox insanlar futures eləyir. Bütün hallarda xatırladıram ki, mənim kanalımda heç bir halda sizə məsləhət vermir ki, trade eləyəsiniz. Sadəcə olaraq informativ xarakterli video və mən nəyi istifadə edirəm və komissiyalar nədir bu haqda məlumat verirəm. Həmçinin baxırıq yəni regular userə. Burada gördüyünüz kimi, əgər siz sadəcə USD Maker və yaxud Taker komissiyası var. Burada biraz fərqli şeylərdir bunlar. Biraz da yaxınlaşda daha yaxşı olsun. Maker yəni orderi qoyan adamdır. Yəni bir var ki, siz alış eləyirsiniz, birbaşa girib orderi qoymadan. Bir də var ki, orderi qoyursunuz. Məsəl üçün Bitcoin tutaq ki 10 minədir. Siz qoyursunuz ki, mən 9500-ə almaq istəyirəm. Bu halda siz Maker adlanırsınız. Və Maker komissiyası gördüyünüz kimi 0.02%-dir. Yəni 1000 dollara 20 sent. Yox, əgər siz dərhal 10.000 dollardır və istəyirsiniz ki, dərhal marketdə olan qiymətlə, yəni 9999 dollara order qoymursunuz. Birbaşa alırsınız, yəni bu Maker'ın Taker'i indi başa salılan bu bütün birjalara aiddir. Və siz dərhal pozisiya açırsınızsa, bu halda siz biraz daha çox komissiya ödeyirsiniz. Hətta 2 qat daha çox komissiya ödəmiş olursunuz. Bu da 1000 dollara 50 sent edir. Həmçinin də əgər siz balansınızda, futures balansınızda BNB tutursunuzsa, bu halda 10% endirim əldə edirsiniz. Maker'da yəni bildiyiniz kimi orderi qoyanda 0.018, yəni artıq 1000 dollara 18 sent. Taker'da artıq 45 sentə qədər düşür endirimlər. Həmçinin də əsasən Binance birjasının ən bomba vəziyyətlərindən biri USDC, yəni bir var USDT Tether şirkətinə aid, bir də var USDC Circle şirkətinə aid. USDC üzrə siz Maker olanda, yəni order qoyanda artıq heç bir komissiya ödəmirsiniz. Tamamilə komissiyasızdır. Həm orderi açanda, həm orderi bağlayanda siz əgər order açdınızsa, məsələn, Maker kimi order açdınızsa, yəni qoyduğunuz qiymət gəldi, order açıldısa, komissiya ödəmirsiniz. Order açıldı, komissiya ödəmirsiniz. Və sonra stop loss qoyursunuz və yaxud take profit qoyursunuz və sizin belə deyək də stop lossunuz və ya take profitiniz gəldisə, yenə də komissiya ödəmirsiniz. Siz sadəcə olaraq nə qazanırsınız, nə udursunuz, odur. Əgər siz taker olsanız, yəni dərhal açıb dərhal bağlayan olsanız, bu halda USDC üzrə də komissiyalar mövcuddur. Həmçinin də USDC üzrə də əgər balansda BNB varsa, endirim var, endirim edilir. Bir də nəzərinizə çatdırım ki, spot promotionlar var burada. Bu nə deməkdir? Burada siz gördüyünüz kimi zero fee coinlər var. Məsəl üçün BTC FD USD var. Bu bildiyiniz kimi təzəlicən çıxan USD-lərdən, yəni stablecoinlərdən biridir. Əgər siz Bitcoin FD USD qarşılığı eləyirsinizsə, trade Maker fee, yəni 0%-dir. Taker fee isə standart VIP rate, yəni standart bildiyimiz komissiyalar. Əgər siz Maker eləyirsinizsə, making eləyirsinizsə, bu halda 0%. Bu da çox ideal bir vəziyyətdir və burada həddindən artıq, yəni çoxlu sayda biz görə bildik ki, qarşılıqlı nələrsə var. Burada həmçinin hətta Türk lirası ilə də trade eləyirsinizsə, yəni dollar Türk lirası trade eləsəz, 0% komissiyadır. Yəni burada girib baxa bilərsiniz listəyə və başa düşə bilərsiniz ki, nədir. Yəni var bu promotionlar var, halda ki siz daha az komissiya ödeyirsiniz.
Həmçinin də TradeFi üzrə, yəni bildiyimiz stok bazar üzrə də trade edirsinizsə, regular userlər, sadə userlər, Maker sıfırdır. Bildiyiniz kimi burada Maker üzrə heç bir ödəniş eləmirsiniz, sıfırdır. Taker üzrə 0.4. Əgər siz dərhal alıb satırsınızsa, yəni qoyduğunuz qiymətin gəlməyini gözləmirsiniz. Görürsünüz ki, 50 dollar profit var, vurursunuz ki, pozisiyanı bağla, bu zaman siz takersiniz. Yox, siz görürsünüz ki, 50 dollar profit var və deyirsiniz ki, məsəl üçün orderi falan yerə qoy, order o qiyməti gələndə həyata keçirsiniz. Bu makerdir və siz heç bir halda komissiya ödəmirsiniz. Həmçində taker üzrə BNB off var burada. Gördüyünüz kimi komissiya hardasa 1000 dollara nisbətən götürürəm, 36 sent təşkil edir. Burada isə 40 sent təşkil edir 1000 dollara. Yəni bizim əsasən fikirləşdiyimiz məbləğ 1000 dollardır. Növbəti birjalardan biri keçirəm. Bu yaxınlarda bilirsiniz, bu üzrədə biraz məlumatlar çox oldu. Mexi birjası. Düzdür, bu birjada biraz olur. Yəni həqiqətən mən bilirəm, çox insanlar yaza bilər ki, problem yaşaya bilir. Bəli, ola bilir. Olmaya da bilir, ola da bilir. Hər şey öz düzəmasıdır. Tam ehtiyatlı trade eləməlisiniz. Və spot trading fee burada 0%'dir maker. Ümumiyyətlə yoxdur. Taker'da yəni 50 sent. 0.5%. Yəni 0-a saymaq 5% deyək. Və gördüyünüz kimi burada həmçinin spotda MX discount var 0% və 0 fees var. Yəni siz 0 fee ödəməklə, yəni heç bir komissiya ödəməməklə trade edə bilirsiniz. Yəni MX-də belə bir cütlüklər var. Hal-hazırda promotion dövrü olduğuna görə bu var. Yəni burada mənə gəlir ki, sıfırlardır. Zaten göstəriləsi bir şey yoxdur. Məsəl üçün A-da USDT üzrə, məsəl üçün maker var 0, amma taker məsəl üçün 5%. Yəni 50 sent belə deyək də komissiya ödəyirsiniz. Futures üzrə də komissiyalar burada hələ ki düşüydü. Gördüyünüz ki, qızıl bu bildiyimiz kimi qızıl üzrə 0-dır. Həm maker, həm taker. Yəni siz açdınız pozisiyanı, qazanc gəldi, bağladınız. Şoklar getdi, komissiya ödəmirsiniz. Nə də ki order qoymusunuz. Açdınız, bağladınız və belə-belə. Həmçində Mex birjasında da mənim endirim linkim var. Bu da videonun altında olacaq, istifadə edə bilərsiniz. Bu bildiyimiz kimi biz baxdıq belə deyək də bir növ. Əsasən yəni ana komissiya olaraq spot üzrə maker 0, taker 5, yəni 50 sent. Və digərdə təbii ki burada promotionlar var, hansılardan ki istifadə etmək olar. Növbəti göstərəcəyim birjalardan biri isə Bitget birjasıdır və bu birjada da gördüyünüz kimi demək olar ki, komissiyalar Binance-dən analogik olaraq, yəni eynidir. 0.1%, maker taker, yəni bildiyiniz kimi 1000 dollara 1000 dollara üzr istəyirəm, 1 dollar və maker taker BGB varsa balansınızda avtomatik 80 sentə düşür. Futures fee rate-ə baxırıq. Futures fee rate-də də gördüyünüz kimi burada 0.2 və 0.6% komissiyalar gördüyünüz kimi var. 0.2 və 0.6% komissiyalar. Və burada da təbii ki baxa bilərsiniz. Futures M əsasən götürülür 0.2-0.6, yəni 20 sent, 60 sent komissiyalar. Yəni burada artıq başqa belə yəni VIP levellər, pro levellər var. Bunlar heç artıq bizə lazım deyil və gördüyünüz kimi burada bax vəziyyət budur. Bitgetdə komissiyaların vəziyyəti budur. BingX həmçinin birjası var, hansında ki mən yenə də afiliyatlığım var və təbii ki buradan da siz komissiyalardan geri qaytara bilərsiniz. Öz belə deyək, aşağıdakı linkdən istifadə eləyərək, videonun altındakı linkdən istifadə eləyərək. Həmçinin burada da tradingdə baxırıq, spotda vəziyyət nədədir? VIP sıfıra baxırıq biz bütün hallarda. Burada da həmçinin 1 dollar, yəni 1 dollar komissiya var və biz indi baxırıq görək digər komissiyalarda vəziyyət nə yerdədir. Burada həmçinin də baxırıq əsasən futures'a baxırıq. VIP sıfırdır. Burada da 50 sent və 20 sent, yəni taker. Hətta burada taker daha çoxdur, maker olmaq daha sərfə. Üzr istəyirəm, bəli düzdür. Taker düzdür, yəni siz naxadı dərhal bağlayırsınız pozisiyanı. Makerdə isə siz order qoşdunuz. Prosta sadəcə olaraq makeri burada yazmalı, takeri burada biz həmişə oxumuşuq ona görə. Və gördüyünüz kimi burada da komissiyaların vəziyyəti budur. VIP 0 üzrə baxırıq biz. Standart futures'dan bu məlum spot activities var burada və həmçində biz digər birjalarda olduğu kimi burada da müəyyən cütlüklər var ki, yeni cütlüklər var ki, onlar maker və taker üzrə 0%'dir və bu Billions təzə coindir, Mega təzə coindir, Genius yəqin ki təzə coindir, tam olaraq gündə bir coin çıxır, Sky təzə coindir. Bəli, BingX-də bəzən də təzə coinlər üzrə belə deyək də promotionlar olur, 0 fee olur. Həmçinin burada biz depozit çıxarış, BingX ümumiyyətlə depozit və çıxarış üçün çox ideal birjalardan biridir. Əgər siz harasa nəsə tez-tez göndərirsə və yaxud hansısa birjaya tez yatırım eləmək istəyirsinizsə, həqiqətən də BingX istifadə edə bilərsiniz. Belə dostlar, mənə elə gəlir ki, hər birjanın özünün çox ideal özəlliyi var.
Düzdür, MEX birjası daha az komissiyalar var, daha az fiylər var. Amma MEX birjası da biraz qorxulu fason birjalardan biridir. Amma yenə də ən az buradadır. Əgər siz stabil trade eləmək istəyirsinizsə və tam arxayınçılıqla, ürək rahatlığı ilə stabil trade eləmək istəyirsinizsə, hansısa bir riskə taxılmamaq, belə problemlər yaşamamaq istəyirsinizsə, bu halda da təbii ki, siz Binance istifadə edirsiniz. Mən özüm Binance istifadə edirəm. Həmçinin depozit çıxarışlar üçün əsasən də BingX istifadə edirəm. BingX-də mənim əfiliat statusum var. Hansısa bir kampaniya hal-hazırda BingX mənə verməyib. Heç bir hansısa bir kampaniyalar yoxdur. Sadəcə olaraq əfiliat statusunu Apple eləmişəm və veriblər. Bildiyiniz kimi müəyyən bir YouTube kanal və yaxud Telegram olduğuna görə. Və əgər siz heç komissiya ödəmək istəmirsinizsə, istəyirsiniz ki, komissiyasız trade eləmək istəyirəm. Bu halda buyurun, USDC, yəni USDC tam olaraq USDC sizə görə. Mən şəxsən özüm USDC üzrə trade edirəm, 0 fee ilə trade edirəm və makerəm əsasən. Takerə çalışıram ki, Takerdən biraz uzaq düşüm. Bəzən düzdür, orada tutuzdurmayanda Taker olur və komissiya çıxa bilir, amma əsasən making, yəni USDC üzrə, Bitcoin USDC, Ethereum USDC, Solana USDC üzrə çalışıram ki, makerdə qalım və 0% komissiyadan trade edeyim və eləyə bilirəm də. Bu çox yaxşı bir yəni haldır. Çünki əgər sən tez-tez trade edirsənsə, əgər sən scalping edirsənsə, əgər sən belə deyək də sürətli trade edirsənsə və həcmin böyüksə, bu zaman komissiyaların olmamağı çox ideal bir şəraitdir. Çox bomba bir şəraitdir və sən həqiqətən də hiss eləyəcəksən ki, necə də gözəldir və həqiqətən də komissiyasız trade eləməyin yeri var. Belə dostlar, videonu bəyəndinizsə mütləq şəkildə videonun altında like'larınızı, kommentlərinizi, fikirlərinizi yazın. Kanalımıza abunə olmağı unutmayın. Və mütləq şəkildə Telegram səhifəmizə də qoşulun ki, biz orada müzakirələr edirik. Siz də təbii ki, bizim müzakirələrə qoşulub, bizlərlə orada öz dərd-sərinizi paylaşıb, bölüşüb müzakirə edə bilərsiniz. Sağ olun, gələn görüşlərə dək minnətdaram.